Allahın altında mənim də bir elmim olaydı ki, bax burada yatan ölülərlə danışır. Əgər olsaydı, mən üzümü tutardım bax bu qəbirstanlığa və uca səslə çağırardım ki, ölülər! O dəqiqə fikir yapmışlar, başlarını qəbirdən çıxarıb deyəcəklər ki, nə var ha İskəndər? Nə deyirsən? Bax, mən həmin bu rəhmətliklərə bir nəsiyyət edərdim. Mən bunlara deyərdim. Ölülər, bir gün Şeyx Nəsrullah gəlib duracaq bax başımızın üstündə və uca səslə bir qəribə dua oxuyub deyəcək. Ey Allahın mömin bəndələri, qalxın ayağa. Ölülər, mən sizə tövsiyə edirəm, qalxmayın. Niyə? Bax, kimdir? Kərbəlayı Hüseyin qolu. Bax, Kərbəlayı sən, tutalım ki, qalxdın, çox gözəl. Qalxanda ki, burada qalmaq istəməyəcəksən. İstəyəcəksən ki, söz yox, dağlasan öz evinə. Çox gözəl, getdin. Bəs də görək ki, sənin qapını açan olacaqmı? Vallah, billah, gedib görəcəksən ki, qapın bağlıdır. Deyə bilərsən ki, nə evi var ki, bağlıdır da, ay, yerdən dənə daşı da götürdük, qapını bax döydük. Amma həmin qapının ardından belə bir səs gələcək. Ey qapının ardında duran, kimsən? Sən o dəqiqə tez həyəcanlanacaqsan və deyəcəksən ki, mən bu evin yiyəsiyəm, xahiş edirəm, açın qapını, burada mənim arvadım var, uşaqlarım var, çox xahiş edirəm, açın qapını. Nə ev yiyəsi? Hardan gəlmirsən, cəhənnəm olaraq! Sən o dəqiqə həyəcanlanacaqsan və daha da həyəcanlanacaqsan, deyəcəksən ki, yox, mən Kərbəlayı Hüseyin quluyam, burada mənim arvadım var, uşaqlarım var, xahiş edirəm, aç qapını. Sən ona yalvaracaqsan ki, aç qapını, xahiş edirəm. Və o daha da yüksək tipdə deyəcək ki, Kərbəlayı sən, kimsən? Rədd ol gedin və... Bax, ona görə, ölülər. Mən sizi inandırıram ki, qalxmayın. Çünki qalxandan sonra daha da pis olacaq, daha da pis olacaq. İndi yatmışsınız, heç nədən xəbəriniz yoxdur. Yatın, ölülər. Allah sizə rəhmət eləsin. Allah sizə.